Çempionlar Liqasının 4-1 finalında Titanların döyüşü Real Madrid Bavariyaya qarşı. Real Madrid Arbeloa'nın rəhbərliyi altında son maçlarda öz oyununu tapmağa başlayıb. Bunun da ən böyük səbəbi Arbeloa'nın pressing və counter-pressing oyunu düzəltməsidir. Belə ki, Vinicius'la Diaz rəqibin mərkəz müdafiəçilərini, Valverde ilə Arda Güler rəqibin cinah müdafiəçilərini, Tchouaméni ilə isə Pitarch rəqibin mərkəz yarım müdafiəçilərini sıxmaqla 4-2-2 effektiv pressingini etdi və hətta Atletico Madridə qarşı vurulan ikinci qolda bu pressingin birbaşa nəticəsi idi. Burada rəqib cinah müdafiəçisini pressingdə sıxan Fede Valverde topu ondan alır və bu epizod qolla nəticələnir. Lakin bəd xəbər ondan ibarətdir ki, Kylian Mbappé ilə Jude Bellingham heyətə qayıdır və bu bütün sistemi sıfırlaya bilər. Çünki Vinicius'la yanaşı Mbappé də komandanın pressingdə laxlayan elementlərindən biridir. Digər tərəfdən isə Jude və Arda olduğu halda komandanın yarım müdafiəsi açıq qalır və rəqibin eksploatasiyasına daha rahat məruz qalır. Bavariyaya gəldikdə isə əlbəttə ki, komandanın ən böyük silahı Harry Kane'dir. Harry Kane klassik yanlış 9 nömrə funksiyası işini çox yaxşı yerinə yetirir və burada Antonio Rudigerin həddindən çox ehtiyatlı olması lazımdır. Çünki o həm Rudigeri yuxarı qaldıraraq Diaz və Olise'nin mərkəzə sızıb epizod yaratmasına gətirib çıxara bilər. Eyni zamanda Kane'i başqalarından fərqləndirən odur ki, Kane hətta yanlış 6 nömrəyə çevrilir belə deyək və hardasa Real Madridin 8-10 nömrə mövqeyinə düşür ki, bu zaman onu tuta biləcək orta sahə oyuncusunu belə çaşdırsın və diqqəti özünə cəlb edib rəqibin kompakt müdafiəsini sındırdıqdan sonra uzun paslarla, məsələn burada gördüyümüz kimi Olise və ya Diaz üçün ciddi qol epizodları yaratmış olsun və bunu Harry Kane artıq sistematik, metodik şəkildə, uğurlu şəkildə edir. Bu videoda yanaşı Çempionlar Liqasının 4-1-nin bütün oyunlarının detallı və uzun analizi YouTube kanalımızdadır. Mənə isə sizin fikriniz maraqlıdır. Birinci oyunda və cütlükdə favorit kimdir?